Buyurun, fikrinizi eşitmək istəyirəm. Mən qaz sayğaclarla bağlı, yəni bizdə qaz sayğaclarını qoymurlar, yəni biraz problemlər var. Onunla bağlı dedim, Hansı sənət yox ərazi? idi bizdə. Sənət yox da neçə illərdir yaşayış var idi. İndi sonra qaz sayğacına aparıblar ki, olmaz. Azərqaza müraciət eləmisiniz? Bəli, hər yerə Sənəd yoxdur, müraciət evi sənədi edirik. Deyirlər sənət veriləcəkdir. Sənəti də bilmirik. Bu artıq başqa, daha fərqli problemdir. Adam deyir ki, qaz sayğacı var idi. Sonradan gəlib sayğacı çıxardıb aparıblar ki, olmaz. Bunun özü artıq problemdir. Onu mən hesab edirəm ki, məhkəmə qaydasında bərpa eləmək mümkün. Əvvəldən deməli sayğac olub, düzdür? Alo. Bəli. Əvvəldən sayğac olub, Azərqazdan gəlib bu sayğacı çıxardıb aparıblar sizdən? Bəli. Nə adla çıxardıb aparıblar ki? Deyilir ki, yəni nə bilim, qeydiyyatda olmayan sayğacda nəsə bax, bu cür problemlər eləyir. Yəni zəhmət olmasa deyin, həmin sizin əmlak, o evin yerləşdiyi torpaq sahəsi hər hansı bir, belə deyək də, müəssisənin mühafizə zolağına düşmür. Xeyr. Dəmir yolu, qaz, su, işıq, bilmirəm, neft. Xeyr. Ümumiyyətlə, ora əkin sahəsidir, kənd təsərrüfatı təyinatlıdır, yoxsa fərdi yaşayış evləri? Fərdi yaşayış evləri. Ətrafdakı evlərdə çıxarışı olanlar var qonşularda? Bəli. Aydındır. Mümkündür bərpa eləmək. Məhkəməyə müraciət edin. Təşəkkür edirəm. Məhkəməyə müraciət edin. İnsanlara məhkəməyə müraciət edin deyən.